çox gələn suallardan biri də odur ki, müəllim, çox az sərmayəm var və ya sərmayəm yoxdur. Mən nə iş görə bilərəm, nə edə bilərəm? Baxın, sərmayəniz yoxdursa, heç olmasa hərəkətiniz olsun. Yəni, ruslar demişlər, divijeniyavız olsun. Tutaq ki, gedirsən bir toptancı ilə, ya sədərəkdəmi, ya binədəmi, ya başqa onun öz ambarlarında anlaşırsan, nə məhsullar var, onların siyahısını al. Ən azından hərəsindən bir nümunə alacaq qədər pulun olsa, hərəsindən bir nümunə al və onlar üçün belə deyək də, istər Canva'da, istərsə də başqa proqramlarla bir təqdimat hazırlaya bilərsən. Onu bir katalog formasına sala bilərsən. PDF formatında və ondan onun alıcı belə deyək də, auditoriyasına müraciət edə bilərsən. Yəni düşüb onu qapı-qapı satmağa çalışa bilərsən ki, bu işləyən variantdır. Variantda hər zaman da işləyib. Misal olaraq deyirəm, tutaq ki, getdin Sədərəkdə əlcək satan bir yer tapdın. Söhbət burada qış əlcəyindən getmir. Söhbət burada qab yuyan əlcəkdən, nə bilim, yemək pişirmək üçün ələ taxılan əlcəkdən gedir. Getdin, onu satanların toplantısı ilə danışdın, razılaşdın, hərəsindən bir nümunə aldın. Ona bir PDF hazırla, ona bir belə deyək, katalog formasında qiymət cədvəli hazırla. Hə, sən böyük mas marketlərə girə bilməyəsən birdən-birə. Onun üçün əlaqələr lazımdır. Amma xırda məhəllə marketləridir, ara marketlərdir. Təkcə Sumqayıt şəhərində 1200-dən çox ara market var. Böyük market olmayan mağaza var. Üzüstən. Onlara yaxınlaşıb, hər birinin üstünə çox demirəm, 10 qəpik, 20 qəpik qoyub təklif edəsən, ya desən ki, mən bunu çatdırıram, adam baxır, lap qiymətin bilir ki, tutaq ki, Sədərəkdə bu 1 manatdır, sən bana 1 manat 10 qəpiyə təklif verirsənsə, ona rahatdır onu qapısında almaq, nə gedib onu oradan almaq. Yəni, mən bunu bir nümunə olaraq dedim, bunun kimi minlərlə, çox böyük bahalı şeylərə girişmə. Xırda ticarət. Sənin sərmayən yoxdur. Xırda ticarət ki, gedib o sifarişi götürdükdə, gedib onu alıb gətirəcək qədər də bir büdcən olsun. Yəni, o büdcə səni, belə deyək də, sıxmasın. Yəni, işləmək istəyən özünə normal, belə deyək də, bir niş tapıb işləyə bilər. Mənim dediyim qaydada. Hər kəsə uğurlar.